Ümumiyyətlə, tərbiyə nədir? Nədir tərbiyə? Bax, müasir Azərbaycan ailəsində ata övladının qayğısına qalır. Təhsilini düşünür və təhsil alır. Hər hansı bir sahədə uşaq təhsil alır və yaxud gedir peşə öyrənir, peşə sahibi olur, maşın ustası olur, saç ustası olur, nə bilim, bənni olur və s. və ilə axır. Bu təhsildir. Bəs bu tərbiyə nədir? Quranda buyurur ki, övlad valideynləri üçün dua eləyir. Rəbbir həmhuma, ilahi onlara rəhm elə, mərhəmət göstər, kəma rəbbəyani səğira. Onlar mən uşaq olanda məni tərbiyələndirdilər. Nədir bu tərbiyə? Bu çox ciddi sualdır. Bəli. Lazımdırmı? Lazım deyilmi? Birinci, çünki uşaq getdi, peşə öyrəndi. Həkim oldu, hüquqşünas oldu, musiqiçi oldu, taksi şoförü oldu. Bunların heç birində tərbiyə söhbəti yoxdur. Bunlar hamısı təhsildir. Öyrəndir nəsə. Bəs bu tərbiyə hardadır? Lazımdırmı? Lazım deyilmi? Bəli, taksi şofördə tərbiyə olsa, xaricdən vətəninə gələn turisti aldatmaz. Aldatmaz. Əmin olsa hətta belə ki, məni heç kim tutmayacaq, hüquq məni cəzalandırmayacaq, onda da aldatmaz. Niyə aldatmaz? Düşünürlər ki, mənim vətənim var, mən vətənimin nümayəndəsiyəm. Bu taksi şoförü gedəcək, aldatdığım taksi şoförü. Orada öz ölkəsində mənim ölkəmi pisləyəcək. Bunun adına deyirlər tərbiyə. Bu artıq təhsil söhbəti deyil. Bəli, bunun da kitabları var. Tərbiyənin də kitabları var. Şübhəsiz. Tərbiyənin də kitabları var. Adı əxlaqdır. Bunu deyirəm ki, bizim ailələrimiz, valideynlərimiz heç olmasa da bir 5% buna diqqət ayırsınlar da. Repetitor tuturlar təhsilə. Bir dəfə də repetitor tut tərbiyə üçün. Əxlaq üçün. Get pul ver o müəllimə, əxlaq müəlliminə. Denəm, mənim uşağıma ingilis dili müəllimi var, xarici dil müəllimi var, fransız dili müəllimi var, riyaziyyat müəllimi var, fizika müəllimi var. Bir dənə də qoy əxlaq müəllimi, repetitor olsun. Orta əsr zadəganları bir tərbiyə müəllimi də tuturdular. Bəli. O ənənə yoxdur. Sonra, uşaq böyüyəndən sonra, boya başa çıxandan sonra valideynə qarşı hörmətsizlik eləyir. Onda ayılır ki, sən demə, bu da lazımmış. Onda da gec olur.